Salam əziz tamaşaçılar, Haqqın Dərgahı verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Bu dəfəki buraxılışımız radikalizm mövzusuna həsr olunub. İnanc və digər məsələlərdə radikal düşüncələr cəmiyyət həyatına necə təsir göstərir? Bugün bəs bu mövzunu müzakirə edəcəyik. Həmsöhbətim Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Daşdəmir Mehmandarovdur. Sizin ixtisas sahəniz din sosiologiyasıdır və eyni zamanda üzərində çalışdığınız mövzu da bir baxıma radikallıqla əlaqəlidir. O baxımdan məhz sizinlə bu mövzunu müzakirə etməyin çox faydalı olduğunu düşündük. Hər zaman aktualdır bu baxımdan radikallıq, ifrat və təfrit mövzuları hər zaman aktualdır. Çünki cəmiyyət var olduğu müddətcə, cəmiyyətdə müəyyən fikirlər var olduğu müddətcə bu fikirlərin uc nöqtələri də ortaya çıxa bilir. Yəni, istər dini düşüncə içərisində olsun, istər dünyəvi düşüncə içərisində olsun, hər hansı bir ideologiyanın və ya fikrin radikal tərəfləri ortaya çıxa bilir. Bax, istərdim əvvəlcə biz buradan başlayaq. Radikallığa ümumiyyətlə bir sərhəd qoymaq mümkündürmü? Gözəl mənim dəvətiniz üçün təşəkkür edirəm. Həqiqətən çox əhəmiyyətli bir mövzudur. Yəni, xüsusilə modern dünyada radikalizm özünü bütün istiqamətlərdə təzahür elətdirir demək olar. Radikalizm radis sözündən, latıncadan gəlir və bir şeyi kökündən dəyişmək deməkdir. Sadəcə radikalizmlə, yəni dini mövzuya qayıdacağıq, orada necə cərəyan edir məsələlər, məfhumları qarışdırılır. Bunun üzərində durmaq lazım. Radikalizm, ekstremizm, fundamentalizm, ifratçılıq, bunlar əslində çox ayrı-ayrı şeylər. Eyni şeyi ifadə eləmək üçün populyar olaraq istifadə olunsa da bunlar ayrı-ayrı şeylər. Radikalizm əsasən siyasi və fəlsəfi sahədə ortaya çıxıb modernliklə birlikdə çox yeni bir şeydir. Yəni 18-ci, 19-cu əsrdə ortaya çıxmış bir şeydir. Ondan əvvəl olan ifrat hərəkətlər radikalizm adlanmır. Adlanmır. Bəli, adlanmır. Sadəcə 18-ci əsrdə xüsusilə fransız inqilabı orada bir köklü ictimai, siyasi, hüquqi, dini dəyişikliklər var. Yəni bu dəyişikliyin olması fəlsəfi dəyişikliklər var. Bunlar əslində radikalizmin tərifinin içinə girir. Fəlsəfi cərəyanların və yaxud da ki, fəlsəfi biliyin necə əldə olunması, yəni biliyin dəyişməsi deyil də, epistemologiyada, metafizikada olan köklü dəyişikliklər nə olması ilə bağlı olan köklü dəyişikliklər radikalizm adlanır, radikal bir hərəkat adlana bilər. Siyasətdə dediyimiz kimi inqilabi hərəkatlar, onlar siyasi mexanizmi dəyişməyə fokuslandıqları üçün radikal adlana bilirlər. Eyni zamanda ictimai və mədəni sahədə də mövcud olan sistemi, mövcud olan yönəlimi, mövcud olan anlayışları dəyişməyə təşəbbüslərin hamısını əslində radikal deyə bilərik. Bir zaman biz peyğəmbərlərdən əhd almışıq. Səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsa'dan da. Biz onlardan möhkəm bir əhd almışıq. Belə etmişik ki, Allah doğru danışanlardan doğruçuluqları barədə soruşsun və kafirlər üçün isə ağrılı-acılı bir əzab hazırlasın. Radikallığın yaranma səbəblərindən danışaq, Daşdəmir müəllim. Yəni, necə olur ki, radikal fikirlər meydana gəlir? Bu, sadəcə nəzəri məlumatdırmı, yoxsa bunu şərtləndirən başqa amillər mi var? Yəni, sosial hərəkatları və yaxud da sosial olan heç bir şeyi bir hadisə ilə, bir faktorla izah edə bilmirik biz. Yəni, sosiolojide belə bir yönəlim yoxdur əslində. Demək olar ki, hər bir hadisənin, bir ortaya çıxan bir, baş verən bir cərəyanın mütləq bir şəkildə müxtəlif aspektlərdən və ya da müxtəlif amillərlə izah eləməyə çalışmaq lazımdır. Çünki bir amil üzərindən izah edilir, çox əksik qala bilər. Radikalizm, bu Marksın çox məşhur bir sözü var. O deyir ki, filosoflar indiyə qədər, yəni indiyə qədər dediyi 19-cu əsrdir, dünyanı yorumlamağa, yozumlamağa çalışırdılar. Halbuki onu dəyişmək lazım idi. Yəni, inqilabın və yaxud da ki, radikalizmin
necə bir şey olduğunu bir cümlə izah eləyir. Yəni əvvəlki çağlarda da sizin dediyiniz kimi sistemlə uyuşmayan və ya da sistemə üsyan eləyən, misal üçün bir sürü üsyanlar var. Amma bunların heç birisi radikal hərəkət deyil. Çünki onlar mövcud sistemi dəyişmə təşəbbüsündə deyirlər. Sadəcə öz durumlarını yaxşılaşdırmaq və yaxud da ki, günlük qazanclarını artırmaq istəyirlər. Amma 19-cu əsrə gəldiyimizdə modern dünyada bu çox daha fərqli bir yerə gedir. Çünki tamamilə bir sistem dəyişikliyi, yəni ictimai, siyasi və yaxud da ki, ekonomik, iqtisadi sistemin dəyişməsi, toplu bir şəkildə dəyişmə, misal üçün. Marksizm iddiası kapitalist sistemin dəyişərək yerinə sosialist, marksist bir sistemin keçməsidir. Yəni bu əmtəə münasibətlərinin dəyişməsi deməkdir, eyni zamanda insanlar arasındakı materiya münasibətlərinin dəyişməsi deməkdir, insanlar arasındakı sinif fərqlərinin minimumlənməsi və sinifin yox olması deməkdir. Yəni bu cəhdlər əslində radikal cəhdlər adlandırıla bilər. Bunlarda müxtəlif səbəbləri var təbii ki, bunların siyasi, iqtisadi, psixoloji səbəbləri var. Bütün insanlar radikal olmur. Bunlar şəxsi olaraq mövcud sistemlə, hamısı ilə bir uyuşmazlıq yaşayan insanlar, bir də uyuşma yaşayan insanlar bütün tarix boyunca bu şəkildə gedibdir. Bunlardan bəhrələnən və yaxud da ki, bunlardan çox bəhrələnə bilməyən insanlar. Bəhrələnən insanlar mühafizəkar, bəhrələnə bilməyən insanlar isə onun dəyişdiyi zamanda onlar öz bəhrələnə biləcəkləri bir sistem qurmağın tərəfdarlığı və qurduqdan sonra onlar avtomatik olaraq mühafizəkar mövqeyə keçirlər. Dini mətnlərin yozumunda fərqli yanaşmalar ortaya çıxır. Yəni, dini mətni bir qrup insanlar daha loyal şəkildə qəbul edirlər, ənənəvi dəyərlərə uyğun formada. Bəzən isə tutaq ki, bir ayə və ya bir hədis tamamən fərqli istiqamətlərdə şərh oluna bilir. Radikal və ekstremist düşüncəyə sahib insanlar da Quran ayəsindən, hədislərdən istifadə edirlər. Bax, bu mətnlərə, dini mətnlərə fərqli yanaşmalar hardan irəli gəlir? Xüsusilə dini radikalizm daha çox dini fundamentalizm olaraq dəyərləndirilir. Bunlar əslində xristian dünyasının, yəni Amerikada evangelistlər, yeni dini hərəkatlar, bunlar modern dünyanı yenidən dini bir auraya büründürmə cəhdlərindən dolayı ortaya çıxıb fundamentalist. İkinci Dünya müharibəsindən sonra postkolonial hərəkatlarla birlikdə İslam dünyasında da əslində radikal və fundamentalist və yaxud da ekstremist hərəkatlar ortaya çıxıbdır. Bunlar həm öz hökumətləri ilə, həm də modernliyin özü ilə mübarizə aparırlar və sekulyar bir yaşam tərzini, liberal bir dünyanı qəbul eləməyib, yerinə İslami bir və yaxud da ki, dini bir dünya qurma təşəbbüsləridir. Burada əsas istifadə elədikləri məqam, dediyiniz kimi, müqəddəs mətnlərin yozumudur. Yəni, xristian dünyasında da baş verən budur və yaxud da ki, buddist dünyadakı radikal hərəkatlar da müqəddəs mətnlərin və yaxud da ki, istifadə elədikləri mətnlərin yozumu ilə bağlı bir şeydir. İslam dünyasında da bu şəkildə, eyni şey. İnsanların hərəkətlərinə, insanlar psixolojik olaraq, insanlar davranışlarına mütləq bir şəkildə böyük bir arxa, böyük bir zəmin tapmağa çalışırlar. Yəni, özündən yola çıxaraq deyil, başqa bir böyük bir amaldan və yaxud da ki, böyük bir qüvvədən yola çıxaraq. Bu, xüsusilə dini dünyada Allahdır, Tanrıdır. Onun əmrlərindən yola çıxaraq dünyanı dəyişmə cəhdləri hər zaman insan hərəkatlarını legitimləşdirir. Yəni, bu loyal olanda da belədir, radikal olanda belədir ki, insanlar öz davranışlarını müqəddəs mətnlərə və müqəddəs olana söykədirir zaman bu çox daha həm onların hərəkətləri baxımından, eyni zamanda qarşıdakı insanları özlərini inandırması baxımından çox əhəmiyyətlidir. Quranla bağlı necə belə bir şey ortaya çıxır? Quran dilsizdir, onu istədiyiniz şəkildə danışdıra bilərsiniz deyə. Belə bir ifadə var. Bu nəyə gətirib çıxarır? Bu, Quran yozumunun bütün tərəfindən istifadə oluna biləcəyi deməkdir. Hərə öz istədiyi cinaha, öz əməlinə uyğun olaraq oradan bir referans tapa bilər. İslamda radikalizmin, dediyimiz kimi, postkolonializm dövründə ortaya çıxması, xüsusilə İslam dünyasında şəhərləşmə hərəkatları, təhsilin artması, bunun paralelində işsizliyin də artması, xüsusilə 60-cı illər həm Avropada, həm dünyanın digər yerlərində inqilabların olduğu dövrdə əslində yəni bu hərəkatları öz zamanının aurasından ayrı şəkildə dəyərləndirə bilmərik. Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki, gömülməklə qəbirləri ziyarət etdiniz. Yox, yox, siz aqibətinizi hökmən biləcəksiniz.
bir də yox. Siz aqibətinizi tezliklə biləcəksiniz. Xeyr, kaş ki yəqin biləydiniz. Siz cəhənnəmi mütləq görəcəksiniz. Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz. Sonra o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız. Birinci əsrdə Avropada baş verən İslam ekstremizm yönəlimlərinin təməlində bunun olduğu deyilir. Kimliklə bağlı deyəcəm, çünki Avropaya köç eləmiş, Müslüman dünyasından köç eləmiş birinci nəsil insanların heç birisində radikal meyillik yoxdur. Çünki onlar topluma uymaq, loyallıqlarını göstərmək, onların dini yaşantıları da yoxdur. Sadəcə Müslüman dünyadan köç eləyiblər, Müslüman köçkünlərdir. Onlar köçdükləri ölkəyə Fransa olsun, Almaniya olsun və yaxud da ki, digər Avropa ölkələrinə uymaq, onların hüquqlarını mənimsəmək, onların yaşam tərzlərini mənimsəməklə məşğuldurlar. Çünki özlərini qəbul elətdirmək və yaşamaq istəyirlər. Amma ikinci və üçüncü nəsil artıq orada doğub böyümüş insanlar, oranın mədəniyyəti və sahib olduqları o birinci kimliklə içində doğmuş olduqları kültür arasında bir ziddiyyətin olduğunu görürlər. Və bu münaqişənin içərisində özlərini daha radikal bir pozisyonda görürlər. Çünki Avropa mədəniyyətini, Avropa kültürünü qəbul eləmək istəmirlər. Valideynlərinin dən əxs elədikləri kültüründə valideynlərində tam olaraq təzahür eləmədiyini görürlər və onlar birinci valideynlərlə sonra içində doğmuş olduqları kültürə yadlaşır və onlarla mübarizə aparırlar və bu zaman daha radikal bir mövqeyə keçərək dinin ən uc yorumunu mənimsəyir və bu şəkildə öz kimliklərini inşa edirlər. Dini mətnlərin yozumundan bəhs elədiniz. Quran-ı Kərimə müəyyən fikirlərin dedirtilməsindən bəhs elədiniz. Tarixdə belə bir hadisə var. Bunu yeri gəlmişkən mən qeyd eləmək istəyirəm. Deməli, Həzrət Əlinin dövründə xəvaric dini qrupları meydana gəlir. Onlar radikal qruplardır və mövcud vəziyyətə üsyan əlaməti olaraq ayrılırlar. Və onlarla təbii ki, teoloji zəmində müəyyən müzakirələrin getdiyini görürük. Həzrət Əli onlara İbn Abbası göndərir, onlarla müzakirə üçün. Və göndərərkən ona xüsusi bir tapşırıq verir. Deyir ki, onlarla Quranla höccətləşmə, yəni Quranla dəlil alış-verişi eləmə. Argumentlərini Qurandan gətirmə. Çünki Quran-ı Kərim elə bir mətindir ki, o Peyğəmbərin həyatı ilə dəstəklənmədiyi təqdirdə müxtəlif şəkildə yozula bilər. Müxtəlif mənalar çıxarıla bilər, müxtəlif izahlar gətirilə bilər. Bunlar çox radikal fikirlər də ola bilər, həddindən artıq təfritə qaçan fikirlər də ola bilər. Bu baxımdan onlarla Quran vasitəsilə argumentasiyaya girmə, Peyğəmbərin həyatını onlara göstərir. Bu mənada Peyğəmbərin həyatı əslində bir yaşayan ənənəni göstərir. Sırf mətnlərə yönəlmək bu ənənədən qopuqluğu və oradan fərqli mənaların çıxarılmasını göstərir. Bu baxımdan əslində Peyğəmbərin simasında təmsil olunan ənənədən qopuq bir yanaşma, müqəddəs mətnlərə bu şəkildə baxış eyni zamanda özü ilə bərabər dini dəyərlərin sıradan çıxmasını və ya radikalizmin meydana gəlməsini şərtləndirir. Radikallığın qarşısı necə alınmalıdır? Bunun üçün bir düstur varmı? Maarifləndirmənin burada rolu nədən ibarətdir? Ümumiyyətlə, hansı məqamlar bu barədə təsirli ola bilər? İslam dünyasından söhbət gedirsə, Quran və yanında Peyğəmbər olmadan bu tarazlıq hər zaman pozulacaq. Peyğəmbərin xanımı Ayşə, Həzrət Ayşə Peyğəmbərin Quran əxlaqı üzərində olduğunu, yəni gəlib sahabələr soruşanda ki, Peyğəmbərin əxlaqı necə idi? Cavab verir ki, Quran oxumursunuz. Yəni Peyğəmbər Quran idi. Quran və Peyğəmbərin əxlaqı tam bir bütün təşkil edir və bunları bir-birindən ayırdığımız zaman Müslüman dünyasının həm yozun müxtəlifliyindən qaynaqlanan ayrılıqlar, yəni o Quranın xüsusilə vurğuladığı o firqələrə ayrılmayan şeyini tam təzahür eləmiş olur. Bununla birlikdə, yəni bu çox üst və tətbiqatı çox çətin bir düsturdur. Bu bir amal olaraq qalır. Çünki əvvəldə izah elədiyimiz kimi sosial hərəkatlar
bir amillə izah oluna bilməz və yaxud da ki, bir yönlə, bir düsturla yenidən əvvəlki formuna qaytarıla bilməz, ümumiyyətlə əvvəlki formuna qaytarıla bilməz. Mütləq bir şəkildə bir inkişaf, mütləq bir şəkildə dəyişikliklər var. Bu dəyişikliklər fonunda rəqabət var. Yəni mühafizəkarlıq və radikalizm və yaxud da dəyişim yönündə rəqabət var. Bunların arasında balansı qorumaq üçün birinci insan ləyaqəti, insan ləyaqətinin qorunması prinsipləri üzərindən əslində bütün sistemi oxumaq lazımdır. Yəni dini mətnlər, Peyğəmbərin ortaya qoymuş olduğu birinci mərkəzdə olan insanın qorunması, insanın canının qorunması, daha sonra digər şeylər onun ətrafında şəkillənir. Bunları bir hüquq sisteminə, əxlaq sisteminə, ictimai asayiş və yaxud da ki, ictimai davranış kodlarına çevirdiyimizdə bunu müxtəlif şəkillərdə eləyə bilərik. Ailə tərbiyəsi ilə, təhsildə bunun xüsusi yerinin verilməsi ilə, ictimai olaraq maarifləndirməklə bunlar mümkündür. Təbii ki, bunların haraya bizi aparacağını öncədən proqnozlaşdıra bilmirik. Çünki modern dünyanın qurulmasının təməlində ənənənin pozulması var. Yəni ənənə qırılır və orada əslində fərdiyyətçiliyin ön plana çıxması ilə birlikdə hər fərd özü oxuyaraq anlaya biləcəyini düşündüyü üçün əslində radikalizm ortaya çıxıb. Yəni modern dünyada bu reformizm bir nəticəsidir. Yəni bir ənənəni mümkün qılmadığımız müddətcə hər zaman bu yöndə bir radikallaşma olacaq. Çünki radikallığın ən önəmli özəlliyi ənənəni qırmasıdır. Bunlar çox aspektli və çox yönlü müzakirələrə açıq olan, davamlı yeni datalarla, faktlarla üzərində durulması, yeni yönlərinin tapılması və izah edilməsi, yorumlanması gərəkən mövzulardır. Aydındır, həqiqətən dediyiniz məsələlər çox vacibdir. Radikallıq bütün dövrlərdə, xüsusilə modernizmlə bərabər öz aktuallığını qoruyur və bugün müasir cəmiyyətləri də təhdid edən belə bir fenomen olaraq, ünsur olaraq qarşımıza çıxır. Bununla mübarizə etməyin qeyd etdiyiniz bir çox yolu var, bir çox istiqamətlərdə. Onunla, yəni radikalizmlə mübarizə tək cəbhədə aparılan bir mübarizə deyil. Müxtəlif cəbhələrdə onunla mübarizə aparmaq lazımdır. Bu, qeyd etdiyiniz insan ləyaqəti çox önəmli faktordur. Eyni zamanda burada maarifləndirmənin rolu böyükdür, ənənənin rolu böyükdür, kimlik problemlərinin bu mənada çözümə qovuşdurulması bu mənada əhəmiyyətlidir. Bax, bu istiqamətlərdə bərabər və məqsədyönlü həyata keçirilən işlər radikallığı mənə elə gəlir ki, minimuma endirə bilər. Yəni tamamilə cəmiyyətdən aradan qaldırması yenə də mümkün deyil. Elə bir cəmiyyət yoxdur ki, orada radikal fikirlər, yəni xüsusilə din içərisində radikal fikirlər, yanaşmalar olmasın. Daşdar müəllim, mən sizə çox təşəkkür edirəm. Mən təşəkkür edirəm. Gəldiyiniz üçün və dəyərli biliklərini bizimlə bölüşdüyünüz üçün. Minnətdaram, çox sağ olun. Siz sağ olun. Təşəkkürlər. Dəyərli tamaşaçılar, bununla da verilişimiz başa çatır. Haqqın Dərgahı verilişinin növbəti buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.